Rəmin müəllim, azan eşidilmirsə, cüməyə getmək vacibdirmi? Elhamdülillah. Sözsüz ki, cüməyə getmək ümumən vacibdir. Ümumən vacibdir. Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki: "Və izə nudiyə lis-salati min yawmil cum'ati fas'au ila zikrillah və zarul bey." Əgər azan verilirsə, çağırılırsa cümə namazına, cüməyə tələsin və ticarəti tərk edin. Yəni bu ayə onu göstərir ki, cüməyə getmək vacibdir. Ümumən. Lakin kimə vacibdir? Kimə vacibdir? Ümumən müsəlman kişiyə vacibdir. Lakin istisnalar var. Demək kimə vacib deyil? Onu görsək qadınlara vacib deyil. Müsafirlərə vacib deyil. Xəstələrə məsələn vacib deyil. Və yaxud da müəyyən bir çətinliklər varsa getməyə cüməyə. Məsələn, kəskin hava var, güclü yağışlar var. Yəni böyük bir çətinliklər var, əziyyət var. Onda getmək vacib deyil. Və bəzi məsələn hallarda ola bilər. Alimlər qeyd ediblər ki, məsələn, sən cüməyə getsən, ya özünə zərər verəcəksən, ya kiməsə zərər verəcəksən. Məsələn, təcili yardımda adam işləyir. Xəstələr gəlir, o müalicə eləyir. Qoysa, məsələn, bu yeri kimsə ölə bilər, ağır xəstələnə bilər. Və yaxud da, məsələn, mühafizədəsən, hansısa bir müsəlmanlar üçün önəmli yerləri qoruyursan. Yəni, sən ora getsən, müsəlmanlara ziyan gələ bilər. Bu kimi hallar yəni, istisna ola bilər. Lakin ümumən getmək vacibdir. Azan eşitmək əslində səhih odur ki, düz məsələ ixtilaflıdır. Lakin əksər alimlər buyururlar ki, hətta azan eşitməsin. Əgər sən şəhərin içindəsənsə, getmək vacibdir. Bu əksər alimlərin rəyidir. Düzdür, başqa rəy də var, amma əksər alimlərin rəyi budur. Ona görə müsəlman gərək çalışsın cüməyə, getsin, səhlənkarlıq göstərməsin, xüsusən imkan varsa, getsin. Getsin ki, çünki bu dəlillər bunu göstərir, dediyimiz ki, əksər alimlər bu rəydədir və ən azı ixtilafla çıxmaq üçün. Xüsusən əgər imkan var, rahat gedə bilərsən. Allah da yaxşı bilir.